Biz hazırda Şabran rayonunun Borbor kəndindəyik. Şabran çayın üzərində gördüyünüz bu avtomobil körpüsü bu ilin aprel ayında çaya gələn güclü sel nəticəsində tamamilə dağılıb. Üstündən 7-8 ay keçməsinə baxmayaraq körpünün təmiri ilə bağlı hələ ki bir addım atılmayıb. Bu istiqamətdə yaşayan 10-a yaxın kəndin sakinləri hələ ki çayı keçmək üçün suyun içindən keçmək məcburiyyətində qalıb. Piyadalar üçün isə müvəqqəti keçid düzəldilib, amma çaya yenidən sel gələrsə nə avtomobillərin, nə də piyadaların buradan keçməsi mümkün olmayacaq. Borbor kəndindən 27 uşaq gəlir Palar kənd tam orta məktəbinə. 27 uşaq məktəbə gəlişi, gedişi çox böyük problemlərlə rastlaşırdılar valideynlər. Avtomobillər çayın içindən keçir. Avtomobillərin sayı azalıb. Çünki çaydan keçid balaca maşınlar üçün, xüsusi maşınlar üçün çətinlik olduğuna görə avtomobillər hardasa yolu yüksək, hardasa bir neçə kilometr artıq yol qət etməklə Rəhimli kəndindən Quba Xaçmaz, Bakı Xaçmaz yoluna çıxırlar və oradan da rayon mərkəzinə gedirlər. İndi sel bərk gəldi. Evlərin yanbaşı hər yan su doldu. Sonra gəldilər, düzəltdilər, amma körpü belə qaldı. Üstü torpaqdır deyənə, yağış yağanda, sel olanda üstü palçıq olur deyənə, üstü keçəndə yanbaşımız palçıq olur. Biz bu yolun çəkilməyinə çox sevinirdik. Ancaq yolumuzun hansı ki bu iş belə görüləndə artıq biz təəssüfləndik. Burada cəmaət elə, yəni savadsız bir cəmaət idi. Bu yolun belə vəziyyətdə, daha doğrusu körpünün bu vəziyyətdə qoyulmağı bizi yəni təəssüfləndirdi. Çünki 20 metrlik körpünün yerinə, yəni göz qabağında da qoyulan körpü budur. Məsələ ilə bağlı Şabran rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanlarının iş şöbəsinin baş məsləhətçisi Daşqın Məmmədov bildirib ki, Borbor kəndində Şabrançay üzərindəki körpünün təmiri ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət olunub. Bildiyiniz kimi, aprel ayının 16-sında yağan intensiv yağışlardan yaranmış sel nəticəsində Şabran rayonunun yol təsərrüfatına əsaslı ziyan, zərər dəymişdir. Sel zamanı Şabrançay və Dəvəçi çayının üzərində olan bir neçə körpü sıradan çıxmış və bunun nəticəsində kəndlərlə gediş-gəliş kəsilmişdir. Amma Şabran rayon İcra Hakimiyyəti tərəfindən dərhal görülmüş işlər nəticəsində seldən cəmi bir gün sonra kəndlərə gedən yollar bərpa olunmuş, müvəqqəti keçidlər quraşdırılmışdır. Hal-hazırda da müvəqqəti keçidlərdən istifadə olunur. Sakinlərin gediş-gəlişində heç bir məhdudiyyət yaranmır. Amma əsaslı təmiri üçünsə, bu körpülərin əsaslı təmiri üçünsə Şabran rayon İcra Hakimiyyəti tərəfindən müvafiq aidiyyəti idarələrə yazışmalar aparılmış, müraciətlər göndərilmiş, onlar haqqında bütün məlumatlar göstərilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, körpünün təmiri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Sözgedən körpünün vəziyyətinə bağlı əraziyə baxış keçirilib, mütəxəssis tərəfindən təkliflər hazırlanaraq aidiyyət üzrə təqdim olunub. Maliyyə vəsaitinin ayrılması gözlənilir ki, maliyyə vəsaiti ayrılan kimi həmin ərazidə körpünün bərpası istiqamətində işlər həyata keçiriləcək.